Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün çox ləzzətli, möhtəşəm bir dadı olan xırçıltılı Napolyon pirojnaları hazırlayıram. Əvvəlcə bir kiçik qabın içərisinə bir ədəd yumurta əlavə edirik. Çalışın ki, bu ərzaqlar hamısı soyuq olsunlar. Mütləq soyuq olmalıdır. Yumurta, su, hamısı soyuq, soyuducudan çıxmış olmalıdır. Bir ədəd ağlı sarılı yumurtanın üzərinə 100 ml, yəni 200 ml stəkan ölçüsü ilə yarım stəkan soyuq su götürürük. Üzərinə əlavə edirik ki, 1 çay qaşığı üzüm sirkəsi, alma sirkəsi də olar, fərq etməz və yarım çay qaşığı da adi duz və ya limon duzu. Hər ikisindən istifadə edə bilərsiniz. Limon duzu varsa, yarım çay qaşığından biraz az götürün. Duz varsa, yenə də yarım çay qaşığı duz götürün. Yəni hər ikisindən hansı evinizdə olarsa, əlinizin altında olarsa, hər ikisindən istifadə edə bilərsiniz. Əlavə edirik, yaxşı-yaxşı bunları yumurta çırpanla qarışdırıb, yenə də bir kənarda gözlədirik. Daha sonra isə xəmiri yoğuracağımız qabın içərisinə 480 qram un əlavə edirik və 250 qram da soyuq, yenə də soyuducudan çıxmış buz kimi yağı una bulayaraq sürtkəcin iri gözündən keçirdirik. Adından bəlli olduğu kimi xəmir Napolyon xəmiri olduğu üçün mütləq su, yumurta, sirkə, hər biri yağ belə hamısı soyuq olmalıdır. Mən yağı buzluqdan çıxartdım. Bir 15 dəqiqə ev temperaturunda qaldı. Daha sonra isə istifadə etdim. Çünki buzluqdan çıxartmışdım, donmuşdu. Unla yağı əlimizlə ovaraq umac halına gətiririk. Amma burada artıq tez-tez ovmaq lazımdır ki, əlin istiliyi yağı əritməsin. Yəni yağ necə soyuqdursa o cürdə qalmalıdır. Yəni buz kimi yağdır. Burada mən 480 qram undan istifadə etdim. 480 qram unda hər zaman reseptlərimdə istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkandan 2 barmaq aşağı, yəni 2 barmaq əski un eləyir. Və gördüyünüz kimi artıq əlimlə bir qədər ovub umac halına gətirdikdən sonra orta hissəsində bir belə oyuq açırıq və hazırladığımız bu yumurtalı su ilə olan qarışımı da əlavə edirik orta hissəsinə və tez-tez aşağıdan yuxarı doğru olmaqla xəmirimizi toparlayırıq. Napolyon xəmirini adi xəmirlər kimi, yəni çox yoğurmaq olmaz, bildiyiniz kimi. Ona görə baxın gördüyünüz kimi ancaq belə aşağıdan yuxarı gətirərək toparlamaq lazımdır. Xəmirimi artıq toparladım. Xəmir orta yumşaqlıqda bir xəmir olur. Xəmiri hazır etdikdən sonra, yəni tez-tez yoğurduqdan sonra burada tez-tez yoğurmaq lazımdır. Yenə də qeyd edirəm, yəni yağ əriməli deyil, yumşalmasın. Və görürsüz, baxın orta yumşaqlıqda bir xəmirdir. Xəmiri eyni bərabərdə olmaqla 2 hissəyə bölürəm. Və böldükdən sonra hər bir hissəni də kündələyib bir salafana yerləşdirirəm, soyuducuya yerləşdirirəm. Yəni soyuducunun dondurucusuna yox, adi gözünə. Yəni buzluq olmayan adi gözündə içliyi hazırlayana qədər, yəni kremin hazırlayana dək xəmiri gözlədirik soyuducuda. Dəyərli izləyicilərim, kim hardan videomuzu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb elə bu dəqiqə videomuzu bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, videolarımızı yaxınlarınızla da paylaşın. Bir kəlmə olsa belə şərh yazmadan keçməyin. Mənə dəstək olan hər kəsə, hər bir izləyicimə də buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Və gördüyünüz kimi, baxın, bunları yerləşdirdim soyuducuya. İndi isə krem hazırlayıram. Krem üçün istifadə edəcəyiniz kərə yağı və qatlaşdırılmış süd mütləq çalışın ki, hər ikisi ev temperaturunda olsunlar. Biri soyuq, biri isti olarsa, onda kreminiz çürüyə bilər. Yəni, məsələn, yağ ev temperaturunda yumşalmış olsa, qatlaşdırılmış südü soyuducudan götürüb üzərinə əlavə etsəniz, onda bilin ki, krem çürüyəcək. Ona görə öncədən soyuducudan çıxardın, hər ikisi ev temperaturunda olsunlar. Krem üçün 150 qram kərə yağını əvvəlcə mikserlə tam ağarana qədər qarışdırırıq. Qeyd etdiyim kimi ev temperaturunda olmalıdır yağımız. Bir də süd də hər ikisi ev temperaturunda olmalıdır. Yağ tam ağarana qədər mikserlə qarışdırıldıqdan sonra üzərinə bir banka qatlaşdırılmış südü, yəni 370 qram qatlaşdırılmış südü də hissə-hissə, yəni bir dəfə əlavə etmək lazım deyil. Hissə-hissə az-az əlavə edərək mikserlə qarışdırırıq və budur, gördüyünüz kimi mükəmməl bir kremimiz alındı. İstəsəniz, hətta ağız dadına uyğun olaraq qaymaqlı kremdən də istifadə edə bilərsiniz. Bu pirojnalar qaymaqlı kremlə də möhtəşəm alınır. Və kremi bir kənarda gözlədirik. Artıq krem hazır olduğuna görə keçirik, xəmiri götürürük soyuducudan. Bir-bir xəmiri götürürük. Üzərinə, alt hissəsinə bir qədər un səpərək yayırıq. Yayarkən çalışın ki, mütləq bir qədər uzunsov, kvadrat şəkildə yayın. Hər iki kündəni ayrı-ayrılıqda gördüyünüz kimi, baxın, biraz belə uzunsov şəkildə yayırıq. Yaydıqdan sonra zərf şəklində bükürük.
Zərf şəklində bükdükdən sonra yenə də bir salafanın içərisinə yerləşdirib soyuducunun buzluq olmayan adi gözündə çox yox bir 15-20 dəqiqə gözlətsəz bəs edəcək. Yenə də görürsüz hər birini ayrı-ayrılıqda belə yayıram. Zərf şəklində bükdüm və bir 15-20 dəqiqə gözlətdim. 15-20 dəqiqədən sonra artıq götürüb yenidən yayırıq, kəsirik və başlayırıq şirniyyatımızı bişirməyə. Çox asan bir reseptdir, qətiyyən sizlərə çətin gəlməsin. Çox az ərzaq gedir, xəmirə gördüyünüz kimi. Sadəcə yağdır, sudur, limon duzu və ya duz, bir yumurta, sirkə. Yəni xəmir bundan ibarətdir. İkinci xəmiri də mən yenə də yaydım, zərf şəklində bükdüm və qoyuram soyuducunun buzluq olmayan adi gözlə. Saata baxıram, 20 dəqiqə keçir. 20 dəqiqədən sonra bir-bir götürürəm kündələrimi, 2 kündədir. Hər birini ayrı-ayrılıqda düzbucaqlı şəklində yayıram. Yayarkən çalışın ki, xəttkeşlə ölçün, 30-un 40-a ölçüdə yayın. Yəni eni 30 olsun, uzunluğu da 40 sm olsun xəmirin. Mən də ölçdüm, 30-un 40-a ölçüdə yaydım. Yaydıqdan sonra xəmiri tən ortadan olmaqla 2 hissəyə böldüm. Baxın, hətta burada yayıram, sonra kənarlarını da biraz bıçaqla düzəliş edirəm ki, yəni düz olsun. Ortadan 2 yerə böldüm və böldüyüm hər bir hissəni də 11 hissəyə bölürəm. Yəni 11 ədəd lenta alınır bu kəsdiyim xəmirin bir hissəsindən. Ümumilikdə bir kündədən 22 ədəd lenta alınır. Yəni 22 ədəd şirniyyat alınır. Gördüyünüz bu alüminium folqalar da hər bir şirniyyat ləvazimatları satılan dükanlarda olur. Bundan alırsınız və baxın belə hissə-hissə kəsirsiniz. Mən gördüyünüz kimi baxın bu ölçü qabının bu taxta hissəsi yumru olduğuna görə, yəni tutacağı qulp hissəsi yumru olduğuna görə həmin hissəyə alüminium folqanı belə bükürəm və bükəndən sonra əlimlə biraz belə sıxıram ki, folqa tərpənməsin yerindən, biraz sürüşkən olur ona görə və xəmiri dolayıram üzərinə. Və baxın, əgər bunlardan sizlərdə varsa, bu trubuçka şirniyyatının yəni figurudur. 1 manatlıq dükanların hamısından bundan əldə edə bilərsiniz. Bütün dükanlarda, yəni manatlıq dükanlarda olur. Hətta şirniyyat ləvazimatları satılan dükanlarda da olur. Həmin o trubuçka figurlarından varsa, ona da dolaya bilərsiniz xəmiri, yəni ona da bükə bilərsiniz. Yox, əgər yoxdursa, ona görə bu rahat üsulu göstərirəm ki, hamıda olmaya bilər həmin o trubuçka formasından. Kimdə ki, həmin o figurdan yoxdursa, formadan yoxdursa, bu cür hazırlaya bilərsiniz. Alüminium folqanı alırsınız və hissə-hissə kəsirsiniz. Demək, qaşığın qulpuna uyğun olaraq kəsirsiniz. İndi məndə bu cür ölçü qaşığıdır. Sizlərdə ola bilər, başqa bir qaşıq ola bilər, amma bu cür belə yumru olsun, yəni dairəvi olsun və alüminium folqanı kəsirsiniz hissə-hissə belə bükürsüz qaşığın yuxarı hissəsinə, amma bükdükdən sonra mütləq görürsüz, əlimlə mən ovucumun içərisindən biraz belə folqanı sıxıram ki, bərksin. Əgər onu sıxmasaz, onda sürüşəcək. Mütləq bükdükdən sonra biraz belə əlinizin, yəni ovucunuzun içərisində sıxın ki, biraz belə qırışır və bərkir, yapışır elə ki, qaşığın qulp hissəsinə. Görürsüz, baxın belə ovucumun içərisində sıxıram. Sürüşmür, çox rahat olur bu cür etdikdə və hər kəsdiyimiz lentanı bu cür qəşəng bükürəm folqaya və məsafəli şəkildə listimizə düzürəm, bişirirəm. Sizlərə qətiyyən çətin gəlməsin, çox rahatdır. Mən 180 dərəcədə konveksiya rejimində 30 dəqiqə bişirdim. Konveksiyasız isə 190-200 dərəcə arasında bişirə bilərsiniz. Tam 30 dəqiqə müddətində bişib hazır olur. İlk list bişən müddətdə də ikinci xəmirimi yayıram, kəsirəm və bişdikdən sonra rahatlıqla həmin o ilk listi çıxartdım folqalardan. Və görürsüz, artıq burada bir yağ bıçağı götürmüşəm. Folqaları israf etmirəm. Yenidən yağ bıçağının bu qulp hissəsinə salıram həmin o folqanı, görürsüz, yerləşdirirəm və yenə də xəmirləri bükürəm. Çox rahatlıqla bükmək olur. Amma uc hissələrini, uc qismlərini mütləq xəmirin bərkitmək lazımdır ki, bişərkən açılmasınlar. Və ikinci listim də artıq bişib hazır oldu. Yarısını alüminium folqaya bükdüm sizlərə göstərmək üçün. Yarısını da elə bu trubuçka alətinə bükdüm. Görürsüz necə rahatlıqla çıxır. Trubuçka alətindən daha rahatlıqla çıxır. Folqalardan da yenə rahat çıxır. Bir qədər belə dartırıq və çıxardırıq. Bunları da yenə atmaya bilərsiniz. Bir salfanın içərisində yerləşdirək. İstədiyiniz vaxt yenə də bu şirniyyatları bişirərkən artıq yağ bıçağının baş hissəsinə həmin folqaları salırsınız və xəmiri büküb rahatlıqla bişirə bilərsiniz. Tam 2 list pirojnalarım alındı.
Ədədlə desək 44 ədəd. Baxın, burada birini kəsmişəm, sizə göstərirəm. Görürsünüz necə qəşəng qat-qatlı alınıb. Sanki neçə dənə kündədir üst-üstə qoymuşam kimi alınıb. Çox gözəl. İçərisi qat-qat, qatları hamısı tam aydın bilinir. Xırçıltılı, möhtəşəm alınıb. Bunları mən nə üçün əzirəm? Demək, mən üzərlərinə yenə krem çəkib səpəcəm. Ona görə demək ümumilikdə 44 ədəd pirojnadan mən 10 ədədini əzdim burada. 34 ədəd qaldı. Yəni 44 ədəd pirojna alındı. 10 ədədini pirojnaların üzərinə vurmaq üçün ovuntu hazırladım. 34 ədəd pirojna qaldı. Və kremi də gördüyünüz kimi bir sıxma torbası götürürəm, uç hissəsini kəsirəm və kremdən əlavə edirəm, doldururam içərisinə və beləcə rahatlıqla pirojnaların içərisini kremlə doldururam. Krem üçün istifadə edəcəyiniz kərə yağını mütləq hər zaman çalışın ki, təmiz və keyfiyyətli kərə yağından istifadə edəsiniz. Çünki pirojnalara, tortlara dad verən onun kremidir. Krem də keyfiyyətli kərə yağı ilə olanda onda pirojnalarınız, tortlarınız dadlı, ləzzətli alınır. Bu Napoleonun xəmiri elədir ki, Napoleon xəmirinə marqarindən də istifadə edə bilərsiniz. Yəni paçka marqarinin hər birindən, hansından olsa alıb istifadə edə bilərsiniz. Amma kremin mütləq keyfiyyətli yağla edin ki, qeyd etdiyim kimi dadlı, ləzzətli alınsın. Və gördüyünüz kimi pirojnaların içərisini doldurduqdan sonra kremdən artıq qalır və bu kremi də mən fırça vasitəsilə pirojnaların üzərinə hər tərəfinə vururam və daha sonra isə öz ovuntusu ilə baxın hər tərəfini belə qəşəng, yəni ovuntuya bulayıram. Və beləcə həm görüntüsü möhtəşəm olur, həm də dadı ləzzətli olur. Yenə də qeyd edirəm, ümumilikdə bu xəmirdən məndə 44 ədəd şirniyyat alındı. 10 ədədini mən üzərinin ovuntusu üçün əzdim, istifadə etdim. 34 ədəd pirojnalar qaldı. Yox, əgər siz istəməsəniz ki, məsələn 10 ədəd pirojnanı götürüb belə ovuntu halına salasınız, istəsəniz ki, çox çıxsın, elə 44 ədəddir, bu qədər də qalsın, onda pirojnaların içərisini kremlə doldurduqdan sonra üzərlərinə sadəcə şəkər pudrası səpərək süfrəyə verə bilərsiniz. Amma bu da artıq qalıb sizlərin zövqünə. Mən istədim ki, əsl pirojna kimi görünsünlər. Ona görə də kremdən də artıq qalır və kremi üzərlərinə çəkdim, öz ovuntusu ilə bəzədim. Çox gözəl oldu. Həm dadı ləzzətli olur, həm də ki, görünüşü möhtəşəm olur. Onu da qeyd edim ki, bu kremlə bir də adi, məsələn, qaymaqlı kremlə hazırlasanız, qəşəng eynən Napoleon kimi xırçıltılı olur. Əgər xırçıltılı yox, yumşaq olmasını istəyirsinizsə, onda bişmiş krem hazırlaya bilərsiniz və qatlaşdırılmış südlə, yəni yağlı kremi qarışdırıb bu cürdə istifadə edə bilərsiniz. Görünüşü, dadı həqiqətən də mükəmməldir. Mütləq hazırlamağınızı tövsiyə edirəm. Göz haqqınızı halal edin, videonu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Yeni videolarda görüşmək ümidilə sağ olun, salamat qalın.